Hamıya salam, sabahınız xeyir olsun. Demiştim ki yoldaşım gələcək, gedəcəyik rayona və hal-hazırda gəlmişik. Ailəm burada yatıb, mənzərə belə. Şimdi evin içində girdikcə sizə göstərəcəm. Hələ ki girməmiş. Evin görüntüsünü sizə göstərim. Wow. Çok qəşəngdir həqiqətən. Burada. Dən qapını aç. Yağış tökürüyor mu? Bağlı deyək. Gələ gəldiyimiz havaya bax. Wow. Adem de burada oturuyor. Adem. Adem. Ay Adem. Bu seni. Ay canım. Güzelim. Ne demiştin? Aparım kutumu koyuyorum. Özümdə paltarımı değiştim. Şimdi size otağımızı göstereyim. Bu biraz yaşlı. Biraz koymuşam veşlərimizi. Göstereyim size. Çok qəşəngdir. Bəli. Buranı yavaş göstərir. Əla. Buranı yavaşdır bu. Elə. Bura sana çok qoşulur. Burada ne var? Bu elə belə. Kaldinik falan. Önce de yukarını göstereyim size. Adem. Alo. Selamünaleyküm. Ha, geçmiş olan diye Rəşidi yaşam. Ona göre Zəhram var ya. Burada da bir tane. Wow. Spine var burada da. Həqiqətən çox gözəldir. Koltuğun adı var mı Wi-Fi ya? Videonu günlər öncə çəkmiş olsam da, səsləndirməni falan hələ indi düzənləməli oluram. Bəlkə də bir həftədən çox da artıq üstündən keçib. Biz ora apardığımız hər bir şeyi özümüz almışdıq. Yəni yemək üçün nə lazımdırsa bir gün öncədən bazarlıq elədik. Getdik marketə, alış-veriş elədik. Daha sonra hər bir şeyi götürdük və özümüzlə birlikdə apardıq. Yəni qiymətə yemək daxil deyil. İndi burada özümüzə deməli səhər yeməyi hazırlayacağım. Hazırlayayım, axırda sizlə də paylaşarım. Və kahvaltımızın son halı belə oldu. Əslində mən xoşlayıram belə özənlə özümə bir şeylər hazırlamağı, həmçinin yoldaşıma da. Və bir də əlavə olaraq deyim ki, videonu gec paylaşmağımız səbəb oldu ki, əslində videonu öz səsi ilə də paylaşa bilərdim. Sadəcə baxdım ki, yoldaşım televizorda musiqi qoymuşdu, mahnılara, kliplərə falan və mən videonu böyük ehtimal ki, o formada paylaşsaydım, nə qədər ki biz danışmış olsaq da, yenə də musiqi səsi arxadan eşidilirdi və YouTube belə hallarda kanala bir növ spam atır da, yəni bir müddət sonra da kanalı bağlamağa qədər gedə bilər, telif haqqı gəlir, yəni belə desək. Ona görə də videonu o formada paylaşa bilmirəm. Bəzi hissələrini səsləndirməli oluram. Bunu şeyinə bax. Biz təzə evlənəndən sonra bir dəfə də keçmişdik bu formada Efraim evdə qalmışdıq. Amma ki, belə deyim də, o evdə şərait əslində çox da qane edici deyildi. Bu ev həqiqətən çox möhtəşəmdir. Zaten hər şey göz qabağındadır. Ümumiyyətlə, rahatlıq olsun, hər bir şeydə çox qəşəng idi. Razı qaldıq. Dediyim kimi, hər bir şey özümüz alıb aparmışdıq. Əlavə yəni nə lazımdırsa, bircə dənə ev üçün kira ödəniş eləmişdik. Və belə səhər yeməyimizi yemişdik. Artıq tezdən geçmişdi, biz saat 10-da. Yeməyimizi hazırladım. Yedik, daha sonra Adəmin yeməyini hazırladım. Qaynar suyu qoydum ki, belə deyim də,
biraz soysun. O sırada da göbəkləri təmizlədim, özümə çay qoydum. Və tam mən təzəcə başlamışdım göbəkləri doğramağa, təmizləməyə. O sırada Aydəm artıq acdı, çünki saat 12-də onun yemək vaxtıdır. Biz saat 10-da getmişdik, 12 idi da biz yeməyi falan yeyincə saat 12 oldu. Aydəmin yeməyini hazırlamağın vaxtı gəldi. Biraz o sırada yoldaşımla söhbət elədik mən göbəkləri təmizləyincə. Həqiqətən o qədər belə adama xoş olur ki, birlikdə anı birikdirmək, birlikdə vaxt keçirtmək. Bu arada bilmirəm demişdim yoxsa yox videonun əvvəlində hazırladığım yeməyin adı toyuq sotedir. Göbələkli toyuq sote. Çocuğun göre orada sos kalsın diye onun göre. Çocuğun göre bacmıştı. Ya gözde tez hazırlayayım balamın yemeğini. Balamın yemeğini hazırlayayım. Balamın yemeği. Çok istiyor falan. Ev? Yemek? Ha yok. Tamam. Tamam Elen. Beğendin mi baba? Yine. Normalde mən əvvəl göbələk sevmirdim, göbələk heç yemirdim. Daha sonra bu yeməyi biz kafede yedik və çox bəyəndiyimiz üçün artıq videoda hazırlamaya başladım. İlk olaraq normalde soğanı qızartmaq lazımdır. Mən sadəcə sinlərini qoydum ki, biraz pişsin. Göbələyi də qovurdum ikisini birlikdə. Daha sonra soğanı ayrıca qızardıb əlavə elədim. Yəni bu formada hazırladım. Və nəhayət sonda isə yeməyin üzərinə xama əlavə edirəm. Duz, istot və s. ədviyyatlarını vururam. Yemək hazır olmuş olur. Burada isə konçamızı hazırlamağa başlayıram. Qaynanam bizim üçün yumurta boyamışdı və üzərinə adlarımızı yazmışdı. Gündən hamıya salam. Biz səhər erkəndən durmuşuq. Çayımızı içdik əslində. Yeməyimizi yedik. İndi mən özümə bir çay süzdüm. Gedirəm bunu içəm. Biraz dincəlim. Rezalet sonra. İyi misin? Bir balaca stulu Bana beni tam 3 kez aradı. düzəltdikcə dağıtdıq da Aradı. atılmalıdır. Sağ ol. Ve yerime baktığın için de. Bunu koyun, bu atılacaq. Artık geçim. Bəndə də koyun, paketimizə qoyacaq bunu. Ver bakayım. Burada filmə baxırıq. Arkadaşın makineden ayrılacak. Hangimiz Sizə çölü göstərmək istəyirəm. Mənzərəsi çox gözəldir həqiqətən. Burada aşağıda çay gedir, səsi gəlir, amma biz onu eşidə bilmirik. Daha doğrusu eşidirik, görə bilmirik. Heç baxmaq fürsətimiz olmayıb daha doğrusu. Dünəndən hava çox pis idi. Dağın gözəlliyinə baxın. Ay. Evin içərisində o qədər qəşəng görünür ki. Burada yəqin hovuz falan eləyəcəklər. Buranı belə qazıblar. Biraz təhlükəlidir. Çox dərindir, çox. Çay yəqin lap aşağı tərəflərdə gedir ki, çünki səsi gəlir, amma görə bilmirik biz onu. Çox qəşəng mənzərəsi var. Evin də mənzərəsi belədir, mən də buradayam. Mesela arabayı diyor. Hı. Arabayı bana kapak suyuşması oldu. Sonra da düzüyorum. Yox. Yox, demirəm, bax traktorun izləri var elə bir. Amma traktor buradan balacadır, nətər eləyib bura? Divarlar, şeydə bax, hələ o balçıq yerlərdə bax, cızılma izi var. Ama o uçurmak mı? Tamam.
Sizinlə bir faktı bölüşmək istəyirəm, daha doğrusu bir fikrimi. Mən düşünürəm ki, bəylər hər zaman yoldaşına hər cəhətdən dəstək olmalıdır və kömək eləməlidir. Yəni evin işi sadəcə xanımlara aid olmalı deyil. Və İsmailin mənə köməyi sadəcə video xatirinə deyil, həqiqətən real həyatda hər zaman mənə dəstək olur, hər cəhətdən işlərimdə də köməklik eləyir. Yəni məncə ideal, yəni yoldaş bu formada olmalıdır. Limona qoyaq. Siz də öz fikrinizi rəylərdə mənimlə bölüşə bilərsiniz bu mövzuda bağlı. Adem ağlayır, ona qaşı hazırlayacağım, acıqdı. Bu 4 aydan yuxarıda, Adem 6 ayına keçib. Bunu sevir, ona görə bundan hazırlayacağım. Nə qədər hazırlayıram? Normalda əvvəl 30 ml suya bir qaşıq tökürdüm. Amma indi 60 hazırlayıram, yəni yeyir hamısını. 60 hazırlayacağım. Təxmini 60 olur. Bir balca töksəm 60 olacaq və hazırlayanda sinəndə bölüşərəm. Bayaqdan neçənci çayımdır. Süzürəm. Adem ağlayır, fürsət vermir. Axır ki, İsmailə verdim, içirəm. Kim? Bayram olduğuna görə evdə stalislə hazırlanmışdım. Ona görə ora gedəndə də ondan götürdüm, biraz qaba qoydum, apardım. Və biz bura gələndən hava çox dəyişkən oldu. Birdən gün çıxırdı, birdən yağış yağırdı. Hava belə pis olduğuna görə elə evdə onu oturub salatımızı yeyib musiqiyə qulaq asa yağışı seyr eləyirdik. Evə gəldiyimiz gün axşam yoldaşım kebab pişirmişdi. Əslində istəyirdim oradan bəzi kadrlar götürüm, amma o qədər pis hala düşmüşdüm ki, təzyiqim düşmüşdü. Yəni idisə başım dəhşətli dərəcədə ağrıyırdı. Ademə belə baxa bilmirdim də. Yaxşı ki, elə yoldaşım gəlmişdi. Ademə ona əmanət edib biraz yatdım. Yəni ən azından yatmağa çalışdım deyək. O qədər alışmışam ki, Adem ağlayan kimi durmağa. Ona görə çox da yaxşı yata bilməsəm də ən azından biraz dincəlmiş olmuşdum. Burada artıq getməyimizə bir gün qalır. Bir gün də deməyək, artıq səhərsi gün gedəcəyimiz üçün dedik biraz qəşəng istirahət eləyək, heç nə fikir verməyək. Amma təbii ki, axşam hər bir şey yığışdırmaq mənə qalır. Aydəmi yoldaşıma verdim, onlar birlikdə filmə baxdılar. Mən də arada qulaq asırdım təbii ki. Filmin adı Aylaydı. Bir əsgərin mi deyim, hərbisinin mi deyim. Balaca uşağı götürüb saxlamasından bəhs olunur. Neysə ki, yəni belə, yəqin ki, aranızda baxmış olanlar var. Baxmışsa rəylərdə yazarsınız. Və mən də belə deyim də filmi dinləyə, eyni zamanda da başladım evə yığışdırmağa hər bir şeyi. Film biraz belə deyim də mövzu cəhətdən duyğusaldır. Amma ki, ilk baxanda biraz mənim üçün daha duyğusal gəlmişdi. Amma bu artıq ilk dəfə deyildi. Yəni mən dəfələrlə buna baxmışam.
yoldaşım da isə 3 dəfə idi baxırdı. Ona görə də mən dedim ki, yox, bəzi hissələrimi bəlkə unutmuş olaram. Mən işlərimi görüm, siz də baxın. Mən də bu formada az çox dinləmiş olum, izləmiş olum. Həm də işlərimdən geri qalmayım. Başıma geldi. Süleyman. Kore'den bir haber şimdi gelmiş bize. Yani 60. yıl için röportaj yapıyormuş. Anneyi bulmanız için yardımcı olmak isteriz demişler. Mutlaka sizinle görüşmek istiyorum. Anne Kore meslektaşım Samcun'la Kore Savaşı'nı anlatan bir belgesel için hazırlanıyoruz. Malum 60. yıl bir olarak. Hayattaki gazilerin öyküleri, orada yaşananlar. Bakın herkes orada yaşananları anlatıyor. Herkes nasıl vurulduğunu anlatıyor. Onlara ben de dedim ki bizim de Süleyman Asubay'ımız var. Bu Süleyman Asubay'ımız var da bir çocuk kurtardı. Vallahi biz de çok heyecanlandık. Hemen meslektaşımla konuştuk. Biz hem bu belgeseli hazırlamak hem de albümü bizim için istiyoruz.
Sabahınız xeyir olsun. Biz artıq bugün gedirik. Erkenden uyanmışıq. Saat hal-hazırda 8 işləyib. Hər yeri demək olar ki, olduğu kimi yığışdırdım. Bu kurtkalarımızdır. Bir dənə orada yağımızı götürəcəm. Adaptörümü götürəcəm. Adəm otaqda yatıb. Adəmin kurtkasını falan giyindirəcəm. Burada beşlərimizi qoymuşuq. Adəm bəy burada yatıb. Durub hətta, durub. Fist. Selam. Son çayımızı da içirik, gedək. Verilən sualları belə ümumi cavablamaq istəyirəm. Bura deməli Şahbuzun Küçük kəndidir. Yəni ev orada yerləşir. Əlavə olaraq qiymətlər barədə məlumat verim sizə də. Bu evin deməli qiyməti bir günlük qalanlara 120 manat. Əlavə daha çox qalanlara isə 100 manata yəni verilir. Gəldiyimiz kimi hər bir şey yığışdırdım, tərtəmiz. Bir də belə bir sual gəlmiş ki, yəni bəbişlə necə olur, çətinmi olur? Biz əslində bura gəldik ki, Bakıya qaydanda ki, halımızı bir növ gözümüzdə canlansın. Ki, qaydandan sonra necə olacaq? Hələ Adəm balaca olsa belə yenə də bizim üçün əslində çox çətin oldu. Koleskasını gətirməyi unutmuşduq. Çox ağladı, mızmızlandı. Birdən İsmail saxlayıb, birdən mən saxlamışam. Ona görə bizim üçün bayağı bir yorucu oldu. İstirahət adı ilə gəlmişdi, amma yorulub qayıdır. Amma ümumi olaraq mənzərə adamı xoş təsir edir təbii ki. Yəni ağlımda qalan suallar bunlardır. Yəni başqa da nəsə sualınız olsa yenə də rəy bölməsində yaza bilərsiniz. Sizin suallarınızı cavablayaram. Biz artıq getməyə hazırlaşırıq. Çayımızı içək. 15 dəqiqə falan çıxırıq. Hələlik gələn vloglarda görüşərik.